Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri. 4-cü siniflər üçün Çinar yayımlarının riyaziyyatdan yarpaq test vəsaiti üzrə izahlarımız davam edir. 11-ci testin izahı ilə qarşınızdayıq. Bu testdə mövzumuz 4 rəqəmli ədədin bir rəqəmli ədədə vurulmasıdır. Tapşırıq 1-dən başlayaq. 1-də yazır ki, misalın cavabını tapın. Misalın cavabını tapmaq üçün əlbəttə ki, biz vurma əməlini yerinə yetirməliyik. 5807 vurulsun 9 hasilini tapmaq lazımdır. Burada yazmış olacağım mən. Yazıram ki 5807 vurulsun 9. İlk öncə aşağıda yazılmış bir rəqəmli vuruğu yuxarıdakı çox rəqəmliyə, yəni 4 rəqəmliyə vurarkən bir rəqəmlinin yazılmış 4 rəqəminin təhliyindən başlayaraq hər bir mərtəbədə duran rəqəmə ayrı-ayrılıqda vururuq. Hasil 2 rəqəmli olarsa, yəni ondan böyük olursa təhliyin yazırıq, onluğu isə növbəti mərtəbədə hasilin üzərinə əlavə edilmiş olacaq. Və bu cür davam etmiş olur. Buradan da 9-u birinci 7-yə vururuq. 9 dəfə 7 63 eləyir. Təhlikdəki 3-ü yazırıq, onluqdakı 6 yaddır. 9 dəfə 0-ın 0 edir. Bilirik ki, istənilən bir ədədə 0-a vurduqda və ya 0 istənilən ədədə vursa hasil 0 olacaq. 6 da yaddaydı, onu da yazırıq, olur 63. 9 dəfə 8-in 72, təhlikdəki 2-ni yazırıq, onluqdakı 7 yaddır. 9 dəfə 5-in 45, o da 7, 52. Cavabımız olacaq 52263 və 52263 C variantında verilmişdir. 2-yə baxırıq, 2-də yazır ki, verilən hasillərdən hansının nəticəsi cüt ədəd olar. Burada bir çoxunuz əlbəttə ki, vurma əməli ilə yerinə yetirmiş olarsınız. Düzdür, vurma əməlini yerinə yetirməyiniz sizin üçün yaxşı olacaq, yəni vurma qabiliyyətiniz yaxşı olar. Amma bilmək lazımdır ki, gəlin bəzi qaydalar var, bu qaydaları sizlər üçün deyim ki, cüt ədəd vurulsun cüt ədəd, hasil cüt ədəd olmuş olacaq. Tək ədəd vurulsun tək ədəd, hasil tək ədəd olmuş olacaq. Vuruqlardan biri cüt olarsa, o zaman hasil cüt olmuş olacaq. Bu 3 qaydanı yaddan çıxartmasanız, yəni artıq heç bir bu cür suallarda vurma əməlini yerinə yetirmədən də cavabı tapa bilərsiniz. Məsələn, birincisində baxırıq, həm bir rəqəmli 3 təkdir, həm də ki 4 rəqəmli 8865 təkdir. Deməli, bunun hasili də tək olmuş olacaq. Burada sadəcə birində, yəni ikincidə baxırıq ki, 7260 bu cüt ədəddir və vuruqlardan biri cütdür, hasil cüt olacaq. Deməli, doğru cavab ikincisində olacaq və doğru cavab da B variantında verilib. 3-ə baxırıq, yazır ki, 7 minliyi, 6 onluğu, 8 təhliyi olan ədədi 7 dəfə artırsaq neçə olacaq? İlk öncə 7 minliyi olan, minliyə 7 yazırıq. 6 yüzlük yoxdursa 0 yazırıq. 0 yüzlüyü var. 6 onluğu və 8 təhliyi olan ədəd 7068-dir. Və bunu 7 dəfə artırmaq üçün 7-yə vurmaq lazımdır. Yəni də olduğu kimi 7-ni 8-ə vururuq. 7 dəfə 8-in 56, 6 yazırıq. 5 yadda 7 dəfə 6-nın 42, o da 5, 47, 7 yazırıq. 4 yadda 7 dəfə 0-ın 0, o da 4, 4. 7 dəfə 7-nin 49, 70 olur ki, cavabımız 49476. 49476 da B variantında var. Yəni zaman əgər məsələn imtahana da gedirsinizsə, zaman qazanmaq üçün yəni ilk son rəqəmlər 6 olacaq. Ondan sonra 7-ni alırsınızsa, yəni hər bir rəqəmi alanda cavaba baxsanız, tez cavabı yazmış olarsınız. Yəni vurmanı tam olaraq yerinə yetirmədən də cavabı müəyyənləşdirmək mümkün olacaq. 4-də yazır ki, 7 gündə 7500 çörək bişirən zavod 4 həftə ərzində neçə çörək bişirər? 7 gün bir həftədir. Yəni bir həftədə 7500 çörək bişirir. 4 həftədə onda 7500-ü 4-ə vurmuş olaraq ki, bu da 30.000 etmiş olacaq ki, doğru cavabımız da D variantında verilmişdir. 5-ə baxırıq ki, vurma əməllərindən hansı düzgün yerinə yetirilməmişdir? Yazıb ki, 1290 vurulsun 4. Əlbəttə, baxırıq ki, 1000 vurulsun 4, 4000. 200 vurulsun 4 eləyəcək 800, 90 vurulsun 0 vurulsun. Bunların hamısında yəni natamam hasillər toplanılır və 5160 olur. Bu doğru cavabdır.
Keçirik digərinə 4312 vurulsun 2-də 4000 vurulub 8000, 300 vurulub 600, 10 vurulub eləyib 20, 2-də vurulub eləyir 4 və bunları da toplayanda 8624 olmuş olur ki, doğru cavabdır. C-yə baxırıq. 3102 vurulsun 3-dür. 3000 3-ə vurub 9000, 100-ü vurub 300, 2-ni vurub 6 və bunları toplayanda 9360 etmiş olub ki, bu da doğru cavabdır. Əlbəttə, doğru cavab deyil. Bircə dənə baxın. Burada 0-ı vurub 0 əslində yerini dəyişib. Doğru cavabdır. Çünki 2-ni vurmaq. Bu da doğru olmuş olacaq. 60 olmur ancaq 6 olmuş olur. Bura qədər. Yəni hesablayanda o 9306 etməlidir. Burada isə 9360 yazıb. Deməli, bu cavab doğru deyil və düzgün yerinə yetirməmişdir. Doğru cavab da C variantı olacaq. Amma digərini də yoxlayaq. Yəni də hər ehtimal 2000-i 5-ə vurub düzdür. 200-ü vurub 1000-dir. 30-u vurub 150-dir. 7-ni də vurub 35-dir. 1000, 100, 11185 doğru cavabdır. Yəni burada doğru olmayan, yəni düzgün yerinə yetirməyən C variantı olmuş oldu. 6-ya baxırıq. Yazır ki, verilmiş misalın hasili hansı yuvarlaq ədədə daha yaxındır? Yəni biz hasili alıb daha sonra da lazım olan mərtəbəyə qədər yuvarlaqlaşdırmış olaraq, yəni minliklərə qədər yuvarlaqlaşdırıblar. Ona görə də ilk öncə hasili tapmaq üçün 6208-i 9-a vurmuş oluruq. 9 dəfə 8-in 72, 2 yazırıq. 7 yadda 9 dəfə 00, o da 7, 7 yazırıq. 9 dəfə 2, 18, 1 yadda. 9 dəfə 6, 54, 55. Və bunu da minliklərə qədər yuvarlaqlaşdırmış olsaq 56000 etmiş olacaq ki, 56000 cavabı da C variantında verilmişdir. 7-yə baxırıq. Yazır ki, 1, 5, 3, 7 rəqəmlərindən bir dəfə istifadə etməklə düzələn ən böyük ədədlə ən kiçik ədədin fərqini 4-ə vurduqda neçə alınır? İlk öncə hər birindən bir dəfə istifadə etməklə düzələn ən böyük ədədi yazmış olsaq ki, bu da 7531 edir. Ən kiçik ədədi yazsaq, bu olacaq 1357. Bunların fərqi dediyinə görə çıxırıq. 1-dən 11-dən 7 çıxanda 4, 12-dən 5 çıxanda 7, 4-dən 3 çıxanda 1, 7-dən də 6. Oldu 6174 və 6174-ü vurmuş olsaq 4-ə, 4 dəfə 4-ə vurduqda neçə alınır? 4-ə vurmuş olsa 4 dəfə 4 eləyəcək 16. Yəni sonu 6 olan doğru cavab C variantı olar. Amma yenə də istəsəniz sona qədər bunu hesablamaq olar. 7 dəfə 4 dəfə 7-in 28, o da 1, 29, 9 yazırıq. 2 yadda 4 dəfə 1-in 4, o da 2, 6. 4 dəfə 6-ın da 24 etmiş olur ki, 24696 etmiş oldu. 8-ci suala baxırıq. Yaz ki, ən böyük 4 rəqəmli cüt ədədlə ən böyük bir rəqəmli tək ədədin hasili neçədir? Ən böyük 4 rəqəmli cüt ədədi yazmaq istəyiriksə, yəni 9-lar yazıb sonunda sadəcə 8 yazır ki, bu da 9998 etmiş olur. Və ən böyük bir rəqəmli tək ədədi yazmaq lazımdırsa, bu da 9-un özüdür. Ən böyük bir rəqəmli tək ədəd. Bunlar da bir-birinə vuranda 9 dəfə 8, 72, 2 yazırıq. 7 yazdı. 9 dəfə 9-un 81, o da 7, 88 etmiş olur ki, sonu 82 olan bircə dənə variant var, D variantı. Amma davam edək biz. 9 dəfə 9, yenə 81, o da 8, 89, 9 yazırıq. Yenə 8 yadda, yenə də 89 yazmış olarıq. 89982 doğru cavabı zaten əvvəlcədən müəyyənləşdirmişdik. 9-a baxırıq. Yazır ki, A bərabər 5 olduqda ifadənin qiymətini hesablayın. Burada ifadənin qiymətini hesablayarkən ilk öncə vurmanın yerinə yetirir. Yəni bərabər dedik ki, 12964 çıxılsın. Bu nəyə çıxmış olaraq? A-nı vururuq. Yəni 5-i 1230-a vurmuş olaraq. 1230-a vurmuş olsaq, bu da eləyəcək 6150 etmiş olur. 6150. Buradan yazaq da. Demək 12964. Bundan da çıxırıq 6150-ni çıxmış olaraq.
64-dən 50 çıxanda 14 etmiş olur. Sonra 14 olan bircə dənə variant var. Onu da qeyd edək. 9-dan 1 çıxanda 8 etmiş olur. 12-dən də 6. 6814 doğru cavabı daha öncədən müəyyənləşdirmişdik. 10-cu tapşırığa baxırıq. Yazır ki, boş xanalarda hansı müqayisə işarəsi yazılmalıdır? Hansı müqayisə işarəsi yazılmasını bilmək üçün ilk öncə 3-ü 1963-ə vurmaq lazımdır. Əslində bu məlumdur bizə ki, doğru cavab, yəni böyükdür işarəsi olmuş olacaq. Çünki 1963-ü vurmuş olsaq 3-ə, baxın 3 dəfə 3-ün 9, 3 dəfə 6, 18, 8 yazırıq. 1 yatda 3 dəfə 9-un 27, o da 1, 28, 8 yazırıq. 2 yatda 3 dəfə 1-in 3, o da 2, 5 etmiş olacaq. 5889 eləyir burası. 5889 və böyükdür 4880-dən. Ona görə də doğru cavabımız da A variantında verilmişdir. 11-də yazır ki, atam bütün ailəyə eyni model telefon aldı. Mağazada həmin telefonun qiyməti 1368 manatdır. Ailəmiz 4 nəfərdən ibarətdirsə, atam cəmi neçə manat ödəniş etdi. Ona görə də 1368-i 4-ə vurmuş olarıq. 4 dəfə 8-in 32, 2 yazırıq. 3 yadda 4 dəfə 6, 24, o da 3, 27. 4 dəfə 3-ün 12, o da 2, 14 və 4 dəfə 1-in də 4, o da 1, 5 etmiş olacaq. 5472, 5472 C variantında verilmişdir. Bir anlıq görmədim. Diqqətli olarsınız. Yəni, bizdə insanoğlu hər zaman yanlış, mexaniki səhvlər ola bilər. O səbəbdən də mexaniki səhvlər olarsa, bunu diqqətlə izləsəniz görərsiniz. 12-ci tapşırıqda yazır ki, bir həftədə Qız qalasına hər gün eyni sayda turist gəlmişdir. Bazar günü gələn turistlərin sayı 1695 nəfər olarsa, bir həftədə cəmi neçə turist gəlmişdir? Eyni sayda gəldiyinə görə, yəni hər gün eyni sayda gəlir. Bir gününü bildiyimizə görə 1695-i vurmuş olarıq 7-yə. Bir həftə 7 gündür. 7 dəfə 5-in 35 eləyir. 5 yazırıq 3 yadda. 7 dəfə 9-un 63. O da 3, 66. 6 yazırıq. 6 yadda 7 dəfə 6-nın 42, o da 6. 48, 8 yazırıq. 4 yadda 7 dəfə 1-in 7, o da 4. 11 etmiş olacaq. 11865, 11865 də A variantında verilmişdir. 13-cü suala baxırıq. Yazır ki, hasili minliklərə qədər yuvarlaqlaşdırın. İlk öncə hasili tapmağımız lazımdır. 3284 vurulsun 8. Burada yenə də 8 dəfə 4-ün 32, 2 yazırıq. 3 yadda 8 dəfə 8 64, o da 2 66. 6 yadda 8 dəfə 2-nin 16, o da 6, 22, 2 yazırıq. 2 yadda 8 dəfə 3-ün 24, o da 2, 26, 26262, 26200, bir də baxaq. 32, burada 3 qalmışdı yadda. Üzrü sayasız. Başa 8 dəfə 4-ün 2 yazdıq, 3 yadda. 8 dəfə 8-in 60. 4, o da 3, 67. Tamam. Doğru cavabımıza baxırıq indi. A variantında verilmişdir. 14-də baxırıq. Yəni ki, birinci vuruğun mərtəbə qiymətlərinin cəmi şəkildə yazmaqla hasili tapsaq, boş xanaya hansı ədəd yazılır? Əlbəttə, biz burada görürsünüz 2805-i 2300-805 kimi yazıblar və 2000-i vursaq 6800 vuranda eləyəcək 2400 etmiş olacaq. Deməli, bura 2400 yazılmış olacaq ki, 2400 C variantında verilmişdir. 15-də yazır ki, A bərabərdir 9 olduqda ifadənin qiyməti neçə olar? İfadənin qiymətini tapmaq üçün birinci, yəni zaten vurmanı yerinə yetirməliyik ki, burada da 1472-ni 9-a vurmuş oluruq. 9 dəfə 2, 18, 8 yazırıq 1 yadda. 9 dəfə 7-nin 63, o da 1, 64, 4 yazırıq 6 yadda. 9 dəfə 4-ün 36, o da 6, 42, 2 yazırıq 4 yadda. 9 dəfə 1-in 9, o da 4, 13 etmiş olacaq.
13248. Bunun da üzərinə 3792-ni gəlmiş olsa 8, 2, 10, 0 yazırıq bir yadda. 4, 9, 13 o da bir 14. 4 yazırıq bir yadda. 2, 7, 9 o da bir 10, 0 yazırıq bir yadda. 13, 3, 16 o da bir 17. Olacaq 17040 etmiş ol ki, doğru cavab da D variantında verilmişdir. 16 yazır ki, hansı misalın cavabı səhvdir? Hansı misalın cavabının səhv olmasını tapmaq üçün ilk öncə bunların hər birini vurmağımız lazımdır və yaxud da belə düşünək də biz bunları bir-bir hesablaya bilərik. Məsələn 4 dəfə burada elə hesabı 7 dəfə 4-ün 28, 8 yazırıq. 2 yadda 7 dəfə 7 49 o da bir 51 1 yazırıq. 5 yadda 7 dəfə 8-in 56 o da 5 61 etməlidir. Elə birincisi səhv olmuş oldu. Bir də baxaq. Bəlkə gözüm 7 dəfə 4-ün 28 yazırıq. 2 yadda 7 dəfə 7 49 o da bir 51 1 yazırıq. 5 yadda 7 dəfə 8-in 56 o da 5 61 etməlidir. Burada 1 olmalı idi. Və 7 dəfə 2-nin eləyəcəkdir. 7 dəfə 2-nin eləyəcəkdir 14 o da 6 20 etmiş olacaqdır. Yəni 20118 eləyir ki, hansı səhvdir soruşursa bu səhvdir, digərləri düz olmuş olacaq. Yenə də hər ehtimal 6 dəfə 7 o 42 yazırıq. 4 yadda 6 dəfə 1-in 6 o da 4 10 0 yazırıq. 1 yadda 6 dəfə 9-un 54 o da bir 55 5 yazırıq. 5 yadda 6 dəfə 3-ün 18 o da 5 23 doğrudur bu. Burada da 3 dəfə 1-in 3, 3 dəfə 8-in 24, 2 yadda 3 dəfə 3-ün 9, o da 2 11 1 yazırıq. 1 yadda 3 dəfə 5-in 15 o da 1 16 doğrudur bu da. Və 8 dəfə 9-un 72 2 yazırıq. 7 yadda 8 dəfə 8-in 64 o da 7 71 1 yazırıq. 7 yadda 8 dəfə 9-un 72 o da 7 79 9 yazırıq. 7 yadda və 8 dəfə 1-in 8 o da 7 15 doğru cavabdır. Birincisi səhv olduğuna görə ilk olaraq bunu tapmış olduq. Bu testin izahı ilə tamamlamış olduq. Növbəti izahda görüşmək ümidi ilə hələlik sağ olun.